Salam, bilirsinizmi rubrikasının növbəti buraxılışında xoş gördük hər birinizi. Bu dəfəki rubrikada sizlərə təqdim edəcəyimiz sual koklear implantlı uşaqlarla loqopedik təlimlər necə aparılmalıdır olacaq. Koklear implantasiya orta və ya ağır eşitmə zəifliyi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunur. Koklear implantlı uşaqlarda loqopedik işin əsas məqsədi anlama qavramanı inkişaf etdirmək, səsə reaksiyanı formalaşdırmaq və nitqin yaranmasına şərait yaratmaqdır. Yəni, ilkin mərhələdə məqsəd uşağın danışması deyil, eşitdiyi səsləri qavramasıdır. Loqopedik məşğələlər implant aktivləşdirildikdən dərhal sonra başlanmalı, mütəmadi olaraq davam etdirilməli və ən əsası isə hər uşağa uyğun, fərdi şəkildə aparılmalıdır. Məşğələlər zamanı dodağı oxumağa, jest və mimiklərin izlənilməsinə icazə verilməməsi, sözlərin aydın və səlis şəkildə deyilməsi ən vacib məqamlardandır.